Mənim ən çox diqqətimi cəlb edən məsələ bizə möcüzə kimi təqdim edilən anlayışın əslində olmadığı fikrinə gəldi. Məsələn, nə idi möcüzə? İsa Peyğəmbər güya quş düzəltdi, üfürdü, uçdu. Musa ağacla suya vurdu, dəniz yarıldı. Güya qarışqa Süleymanla danışdı. Baxırsınız ki, qardaş, bunların kökünə getdikcə bunlar bizə sonradan uydurulan nağıllardır. Deməli, dəyərli müsəlmanlar, bu insan iddia eləyir ki, qarışqanın Süleyman aleyhissalamla danışması, Musa aleyhissalamın asasını dağa vurması və İsa aleyhissalamın Allahın izni ilə ölüləri diriltməsi sən demə sonradan uydurulmuş nağıllar imiş. Təsəvvür edirsiniz bu nə deməkdir? Açıq, aydın ayələri, Allahın öz kitabında indirdiyi ayələri inkar edir. Hər birisi Quranda ayədir, dəyərli qardaşlar. Qarışqa Süleymanla danışdı, Allah bunu Quranda deyib. Musa asasını dağa vurdu, Allah bunu Quranda deyib. İsa aleyhissalam Allahın izni ilə ölüləri diriltdi, Allah bunu Quranda deyib. Allahın ayələrinə sonradan uydurulmuş nağıllar deyir bu adam. Təsəvvür edirsiniz? Biz deyəndə ki, bu insan Allahın kəlamını, Quran-ı Kərimi inkar eləyir, bəzi insanlar razılaşmır. Bax budur, insanın öz ağzından eşidin.